Fidan, bəs birinci kurs sənin üçün çətin olmuşdu, yoxsa tez uyğunlaşmışdın? Birinci kurs mənim üçün bərbad olmuşdu. Yəni, həm adaptasiya ola bilmirdim, çətin çəkirdim. Bir də insanın gözləntiləri var. Hətta o vaxtı düşünürdüm ki, yaxşı 700 bal, 600 bal falan toplamamışam. Elə düşünürdüm. Gəlirdi. Çünki insan bir məqsəd uğrunda fəaliyyət göstərəndə və onun arxasını düşünməyəndə o məqsədə çatanda biraz boşluğa düşür. Yəni bir söz var. Bu yaxınlarda bir kitab oxumuşdum. Atomik vərdişlər. Orada deyir ki, xoşbəxtlik əldə etdiyimiz nəticələrlə, əldə etdiyimiz hədəflərimizlə növbəti hədəflərin arasındakı boşluqdur. Məndə o növbəti hədəf yox idi deyə mən uzun müddətdə bir boşluğa düşmüşdüm. Ona görə də hətta rayona qayıtmaq istəyirdim. Hətta yadımdadır ki, elektron jurnala daxil olub xarici olma ərizəsi yazdığım da yadıma düşür. Az qala yazırdım, ərizəni vururdum, amma sonra dayandım ki, bura qədər gəlmisən, 11 illik əziyyətin var, davam elə. Hələ təzəsən də, öyrəşməyin lazımdır. Çox üzr istəyirəm. Səni çətinə salan deyək. Sən niyə bu qədər, məsələn, səni deyirsən artıq universitetdə dayandırmaq üçün nə səni vadar edir ki, sən bunu düşünürsən və bunu etmək istəyirdin? Çoxmu çətin olmuşdu? Dərslərmi çətin idi? Qeyd etdin, səhv etmirəmsə rayondan gəlmişdin Bakıya. Bakı mı səni yorurdu? Nə idi burada problem belə deyək? Əslində psixoloji olaraq o vaxtı belə deyək də, durumlarım yaxşı deyildi. Həm qidalanma, həm yuxu bir-birinə qarışmışdı deyə, rejimsizlik ucbatından mı deyim, ailədən uzaq qalmaqmı deyim, təkliyimi deyim, bütün məsuliyyətlərin üzərinə düşməsimi deyim, gözləntilərinin qarşılanmaması mı deyim. Birinci kursda elədir ki, ixtisasla bağlı bir şey keçmirlər deyə sənin motivasiyan da düşmüş ola bilər. Məsələn, Azərbaycan tarixi keçirlər, Azərbaycan dili keçirlər falan. Deyirsən ki, mən bunu 11 ildir keçirəm zaten. Biraz insan elə qəribsir, amma sonradan gördüm ki, hər kəsə bu beləymiş. Yəni birinci kursda elədir. Həm şəxsin adaptasiya olması üçün, həm belə deyək də, sosial işin ümumiyyətlə ixtisası ilə bağlı daha çox məlumatlar əldə etməsi üçün ona bir növ vaxt vermişcəsinə o fənləri keçirlər. Həm qeyri-ixtisas fənlərini və sonradan gördüm ki, ikinci kursa keçəndə bu özü-özünə dəyişdi. Ona görə də buradan yeni abituriyent olanlara və tələbə olmaq istəyənlərə demək istəyirəm ki, birinci kursda bu halların yaşanması normaldır və mən digər tələbə yoldaşlarımdan da soruşanda onlar da mənə deyiblər ki, biz də birinci kursda çox pis vəziyyətdə idik, buraxmaq istəyirdik və s. Amma buradan deyirəm ki, hamısı keçəcək. Birinci kursda belə rahat olun da, çox sıxmayın özünüzü ki, bunlar nə vaxt düzələcək və s. Evet, çox sağ ol. Belə ətraflı məlumat verdiyin üçün mən də eyni yolları keçmişdim sənin kimi. Düzdür, mən universitetdə dayandırmaq istəməmişdim. Amma çətin idi məndə də o adaptasiya prosesi. Xüsusən də digər şəhərlərdən və digər rayonlardan gələn adamlar üçün Bakı biraz daha çətin olur. Amma əsas odur, öyrəşmişik və artıq buradayıq. Vacib olan da budur ki, universiteti tamamlayacaqsan. İnşallah.